Amma ki, yəni yenə deyək, Aral dənizinin taleyi gözləmir. Xəzər dənizinin bundan arxayın ola bilərsiniz. Əlbəttə. Bu təbiətdə baş verən proses həmişə Xəzərdə elə bir nəfəs alır. Salam, hər vaxtınız xeyir olsun. Əziz Planet FM dinləyiciləri, siz Azərbaycanın ilk elmi maarifləndirici radiosunu eşidirsiniz. Sizinlə mənəm Nigar və zaman maşınında səyahətimiz başlayır bu andan etibarən. Yenə də maraqlı, aktual mövzular ətrafında söhbət edəcəyik. Təbii ki, bu işin mütəxəssisləri ilə, elm adamları ilə bərabər və bu gün də son dövrlərdə aktual olan barəsində çox danışılan iqlim dəyişikliyi məsələsinin və xüsusilə bunun kənd təsərrüfatına təsiri necədir, özünü nə də göstərir? Bu mövzuda söhbət etmək üçün Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, aqro-iqlimşünas Həsən Nəbiyevi studiyamıza dəvət etmişik. Həsən müəllim, xoş gəlmisiniz. Təşəkkür edirəm ki, dəvətimizi qəbul etdiniz və gəldiniz. Çox sağ olun. Çox şadam ki, siz dəvət eləmisiniz. Yəqin ki, sizin suallardan asılı çox maraqlı suallar olacaq və maraqlı cavablar da yəqin eşidəcəksiniz. Bəli, inanıram mən buna və Həsən müəllim, bu deyirlər iqlim dəyişikliyi. Məsələn, son 30 ildə iqlim dəyişikliyində filan məsələlər müşahidə olunur. Mənfi təzadlar müşahidə olunur. Bu iqlim dəyişikliklərini ümumiyyətlə necə müəyyənləşdirirlər? Yəni hansı statistik göstəriciləri bir-biri ilə müqayisə edib deyirlər ki, son 30 ildə iqlim dəyişib? Bu bilirsiniz, demək olar ki, təsdiq olunmuş bir faktdır. Azərbaycanın timsalda deyə bilərəm, məsələn, son 30 ilin hər 10 illiyində orta temperatur növbəti 10 illikdə artır. Yəni, hər bir gələn 10 illiyin orta temperaturu əvvəlki 10 illiyin temperaturunu artır, artmaqda da davam edir. Dünyanın hər yerində də bu danılmaz bir faktdır. Artıq iqlim dəyişmələri baş verir. Temperatura artır, BMT məsələ qaldırır. Orta temperatur 1,5-2 dərəcədən keçməsin, keçsə çox böyük fəsadlara rast gələ bilərik. İndi hal-hazırda elə gözümüzün qabağında da Arktik buzlaqlar, Antarktida buzlaqları gözünün qabağında əriyir. Böyük sahələr buzdan azad olur. Bunun özü, məsələn, orada temperatura təsir göstərir, rütubətliyə təsir göstərir, təzyiqə təsir göstərir. Nəticə etibarilə dünyada baş verən sirkulyasiya proseslərinə təsir göstərir. Həmin o sirkulyasiya dəyişmələr də elə iqlim dəyişmələrinə gətirib çıxarır. Çox təəssüf ki, çəhddən də indi olan şeydir. Bəlkə də real bir şeydir. İnsanlar bəzən iqlim dəyişmələri qəbul eləmirlər. Deyirlər, bu iqlim tərəddüdlərdir. Tərəddüd də başqa şeydir. Həmişə olub tərəddüd. Normadan meyl etmə olur. Məsələn, müsbət meyl etmə, mənfi meyl etmə. Normadan isti ola bilər, normadan soyuq ola bilər. Bizdə elmdə belə ekstremal soyuq qış, ekstremal isti qış. Necə ki, bu yaxınlarda, məsələn, ekstremal isti payız. Bunlar hamısı labüd hadisələrdir və bütün bu hadisələrin hamısı göstərir ki, doğrudan da iqlimdə böyük dəyişmələr baş verir. Fakt var. Əlbəttə, bu faktın əsasında biz deyirik bunu. Temperatur gözümüzün qabağında artır. Yağıntıların miqdarı çox yerdə azalır. Quraqlıların sayı artır. Təbii dağıcı fəlakətlərin sayı artır. Yəni, bunlar da hamısı demək olar ki, iqlim dəyişmələrlə sıx surətdə bağlıdır. Bu daha çox nə ilə bağlıdır? Antropogen faktorlarla bağlıdır, Həsən müəllim, yoxsa ki, təbiət özü-özünü tənzimləyir? O dilləri müəyyən dövrlər var, coğrafi dövrlər. Böyük buzlaşma dövrü olub, böyük istiləşmə dövrü olub və yer kürəsi hər dəfə bu stressdən sanki özünü yeniləyərək çıxıb. Bu da həmən o dövrdür, yoxsa insan faktorunun təsiri çoxdur burada? Biz buzlaşma dövrünə geçsək, bu çox böyük bir tarixə aparır çıxardır. Milyon illər, 100 min illər belə bir dövrə əhatə edir. Bu dəqiqə hal-hazırda bütün dünya ölkələrinin hamısının qəbul elədiyi bir fakt var. Ən əsas gücləri çatan şeydən yapışırlar. Məsəl üçün, deyirsiniz ki, antropogen amillər. Yəni, insanların təsərrüfat fəaliyyəti nəticəsində ətraf mühitin çirklənməsi, atmosferi qaz tullantılarının çoxalması, xüsusilə də karbon qazının atılması. Bunlar deməli əsas amil bunu götürürlər və ona görə də qarşıya məqsəd qoyurlar ki, yəni temperatur artımının qabağını alsınlar. İnsan təbiətin qabağında məsələn acizdir. İnsan təbiətə birbaşa təsir göstərə bilməz. Ancaq gücümüz çatan bir şey varsa, o da antropogen, yəni fəaliyyətimizi biraz zəiflətmək, bu sahədə bacardığımız işləri görmək, atmosferə tullantı, qaz tullantıları miqdarını azaltmaq. Elə bu haqda da çoxlu bizim konferanslar olub, bizim konferanslarda bizim hökumət başçılarımız da iştirak ediblər, öhdəliklər götürüblər və o öhdəlikləri yerinə yetirməyə də çalışırıq ki, hər şey yaxşı olsun. Amma bir şey var da, bizim ölkə yerinə yetirir, ola bilsin ki, o bir ölkə yerinə yetirmiş. Hava atmosfer elədir ki, iqlim elədir ki, o sərhəd tanımır. Gəlib bütün ölkələr eyni zamanda bu qərarı yerinə yetirsin, onda biz mütləq nəticə əldə edə bilərik. Bəli, biz bir səmanın altında yaşayırıq da. Sən mən bayaq qeyd etdiniz, ekstremal isti payız, ekstremal soyuq payız. Biz artıq adət etmişik də buna, bir neçə ildir
20 ildən çoxdur ki, hər dəfə dekabr ayı gələndə deyirlər ki, bu il şiddətli soyuqlar gözləyir Avropanı. Bu il dondurucu soyuqlar gözləyir. İlin son dövrlərin ən sərt qışı olacaq. Amma heç belə də olmur. Məsələn, 2025-ci ilin qış mövsümü ancaq fevralın sonunda bir həftə belə intensiv yağan qarla sevindirdi bizi, dırnaqarası olaraq sevindirdi. Və demək olar ki, dekabr ayı da, yanvar ayı da, fevral ayının özü də mülayim keçdi. Oktyabr-noyabr ayını xatırladan və noyabr ayındakı göz qabağında gəldi keçdi. Ayın birindən sonuna qədər elə mülayim havalar oldu. Sentyabr ayının son dövrünü xatırladan havalar oldu. Bu nə ilə bağlıdır? Bax, dediniz ki, yer kürəsində istiləşmə gedir. Bu günəşdəki, yəni o partlayışlarla bağlıdır, yoxsa yerdəki, yəni bizim fəaliyyətimizlə bağlı, yerin təbəqələrində gedən proseslərlə bağlı, nə ilə bağlıdır ki, yerdə istiləşmə gedir məsələn? Gərək belə əlimizdə əsas fakt olsun ki, o faktın əsasında izah eləyək. Çünki iqlim proqnozu qədər çətin bir proqnoz yoxdur. Heç vaxt demək olmaz ki, bəzən sual verirlər ki, bu il may isti keçdi, deməli gələn il may sərin olacaq. Belə şey eləmək olmaz. Bunlar hamısı faktlara, məlumatlara əsaslanmalıdır. O İsveçrə alimlərinin bu yaxınlarda verdiyi məlumatı siz təkrarladınız. 2025-də qış soyuq olacaq, ya isti olacaq, belə bir şey. Yəni bunların əslində, kökündə dediyimiz antropogen amillərlə yanaşı, mən həmişə hər bir konferansda da bu sözü qeyd eləmişəm ki, siz deyirsiniz antropogenin əleyhinə çıxmıram, əlbəttə, hamı da ona qarşı iş verir. Ancaq burada təbii amilləri də nəzərə almaq lazımdır. Ən böyük təsir göstərən amillərdən biri günəş fəallığıdır. Günəş fəallığı siz bildiyinizə görə 11 illik sikllərə bölünür. Hal-hazırda bəşəriyyət 25-ci günəş siklindədir. Bu sikl 2019-da başlayıb 2030-a qədər davam edəcək. Bəs onlar da onun əsasında bəlkə də deyirlər ki, 2025-ə 2030-a qədər temperatur artmaqda davam edəcək. Əsas səbəb nədir? Əsas səbəb günəş fəallığının artmasıdır. Biz hələ günəş fəallığının artması ilə apardığımız tədqiqatlar çox gözəl nəticələr çıxardıb. Bəs görürsünüzmü, son illərdə 2019-dan bəri təbii fəlakətlərin sayı artır, sellər, daşqınlar, ondan sonra güclü küləklər, dolu vurma, bütün bunlar hamısı meridional proseslərin. Mən burada xırdalaya bilmirəm. Meridional proseslər, yəni hava kütlələrinin şimaldan cənuba, cənubdan şimala meridian boyu hərəkətinə biz meridional proseslər deyirik. Bir də var, qərbdən şərqə gələnlər qərb prosesləri deyirik. O meridional proseslərin gücü artırır. Günəş fəallığı. Elə bir əlaqə tapmışıq. Elə bütün hadisələri də əmələ gətirən həmin meridional proseslərdir. Birbaşa əlaqədən də bəli, günəş fəallığının artması, deməli meridional proseslərin güclənməsinə, onlar isə nəticə etibarilə bu təbii dağıcı hadisələrin təşkillanmasının çoxalmasına gətirib çıxarır. Bunlar əsas bu təbii amillər əlbəttə buradadır. Bəzən bir fikir də var əlbəttə. Fakt əlimizdə məlumat elə yoxdur. Yer oxu bilirsiniz ki, real orbital müstəvin əmələ gətirdiyi bıçaq 66,5 dərəcədir. Biraz mailidir bəli. Bəli. Meyli çünki olmasa fəsillər də olmazdı heç vaxtı, bəli. O təlatüm eləyir. O elə bir ki, titrəyir. Bax, o titrəmələrin özünün atmosfer proseslərinə təsiri çox ola bilər və o müəyyən bir dəyişikliklərə gətirib çıxara bilər. İqlimə də birbaşa təsir deyil. İqlimə gələn təsir atmosfer vasitəsilə gəlir çıxır. İqlim dəyişmələrdən də atmosferdə baş verən, sirkulyasiya baş verən dəyişkənliklər, o da nəticə bir yer səthində bu dəyişmələrə gətirib çıxarır. Əsas günəş fəallığını məsələn götürürük. Günəş fəallığı bu dəqiqə çox vacib amillərdən biridir. İndi görək, 2030-dan sonra günəş fəallığının güclənməsi gözləniləcək, yoxsa zəifləməsi. Çünki bundan qabaqki 24-də bizim qonşu ölkələrin alimləri demişlər ki, zəifləmə olmalıdır. Zəifləmə olmadı, əksinə güclənmə oldu. Və o güclənməylə də bu dəyişmələr daha sıx bağlıdırlar. Bunu əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil. Əlbəttə. Proqnoz çox çətin bir şeydir. Xüsusilə də iqlim proqnozu. O, məsələn, həmişə bir hörmətli bir alimin bir ifadəsi vardı. İqlim proqnozu qaranlıq bir meşə kimi bir şeydir. İçinə girirsən, bilmirsən hara getmək lazımdır. Bilirsiniz, iqlimdə statistik əməliyyatlar aparılır, orta rəqəmlər çıxardılır, baxılır. O rəqəmlərin əsasında ehtimalla müəyyən olunur ki, belə ola bilər. Ancaq dəqiq proqnoz vermək çox çətindir əlbəttə. Bəli, hətta hava proqnozunda belə, gündəlik hava proqnozunu görürsünüz, orada həmişə nisbi rəqəmlər göstərilir və 2 rəqəm göstərilirmiş. Məsələn, havanın temperaturu 15-17 dərəcə olacaq. Tərəddüdlər. Bəzən 2-dən də böyük götürülür. Bir var sukalıq proqnozlar. Bəzən 5 dərəcə də olur. Bəli, artırırlar. Şəhərlərdə həmişə yadıma düşür ki, o keçmiş ölkənin paytaxtında oxuyanda o vaxtı, onda məsələn 2 dərəcə verirlər. Orada proqnoz çox dəqiq idi, çünki
Moskva yerləşir düzənlikdə. Bakı isə yerləşir elə bir mürəkkəb bir relyefli bir yerdə. Böyük Qafqaz, Kiçik Qafqaz hər tərəfdən gələn hava kütləsinin qabağını alır. Bilinmir hava hansı tərəfdən gələ bilər, qərbdən ya şərqdən. Bu çətinlik yaradır. Ancaq orada asan idi. Orada düzənlikdir. Leningradda nə baş verirdi? Sankt-Peterburqda onu 200 saatdan sonra proqnoz edirlər Moskvaya. Moskvanın proqnozu düz çıxırdı. Yəni bizdə uzun müddətli proqnozların ehtimalı o qədər də böyük deyil. Ancaq qısa müddətli görürsüz küləyi və s. düz deyirlər. Yağıntı çətindir. Yəni elə bir adam yoxdur ki, məsələn desin ki, filan vaxtı saat neçədə filan qədər millimetr yağıntı düşəcək. Vallahi həmin adamın Nobel mükafatı verərdilər. Bəli, smartfon belə bunu düzgün göstərə bilmir. Peyk görüntülər, peyk müşahidələrinə əsasən çalışır. Bəli, onlar da kömək edirlər bu dəqiqə peyk görüntülərindən. Bu dəqiqə hava kütlələrinin hərəkəti və s. yaxşı mütəxəssis olanda o hava kütlələrinin hərəkətini də bilir, onun gətirəcəyi nəticəni də qabaqcadan müəyyən edə bilir. Son dövrlərdə həmçinin kənd təsərrüfatının vəziyyətinə bağlı Həsən müəllim. Bunu xüsusilə vurğulayırlar. Quraqlıq, təbii ki, yağıntının miqdarının azalması və müəyyən bitkilər var ki, onlar bu çətin şəraitə tab gətirə bilmirlər. Elələri var ki, uyğunlaşır, elələri var ki, tab gətirə bilmir. Və bu baxımdan hansı dəyişikliklər, məsələn, suvarma sistemlərində nə nəzərə alınmalıdır? İqlim dəyişmələri nəzərə alınırmı? Suvarmada yeni hansı üsulların tətbiqi planlaşdırılır və olunmalıdır ki, biz bütün bu problemlərdən belə yan keçək? Əlbəttə, bu çox vacib bir problemdir. Bu da Azərbaycan üçün çox vacib problemdir. Ancaq deyəcəyim texnologiyalar yəqin ki, hələ bizim Azərbaycanda tətbiq olunmur. O da böyük zaman tələb eləyir, böyük əmək, işçi qüvvəsi tələb eləyir. Məsələn, bir şey deyim sizə, bizim iqlim dəyişmələrində temperatur artması yanaşı, yağıntının azalması yanaşı, həm də ki, bizdə qar xətti söhbət var. Bu dəqiqə deyəcəm, bizə şirin su problemi bu dəqiqə üzə çıxan bir problemlərdəndir. Görürsünüz, hətta əmr verdilər, prikaz əmr verildi və bizim Xəzər dənizinin suyunun şirinləşdirməsi problemi. Çünki Azərbaycan regionunda su ilə az təmin olmuş ölkələrdəndir. Yəni biz o qonşu ölkələrdən adam başına su təminatına görə aşağıdakı yerdir. Həm də ərazimizin 50% quraq iqlimdir. Yarımsəhra və quru çöl iqlimidir. Bu da tələb edir suvarmanı. Suvarma da şirin sudur. Əlbəttə suvarma texnologiyaları mütləq dəyişməlidir. Birinci dəyişməzdə mən nə üçün qar xəttinə qayıtdım? Qabaqlar biz deyərdik ki, Azərbaycanda qar xətti 3500 metrdən gedir. Bu elə bir xəttir ki, ondan yuxarı temperatur sıfırdan aşağıdır. Düşən qar ərimir, yığılır, toplanır, zaman keçsə buzlağa çevrilir. İndi isə həmin səviyyə 3900-ə qalxıb. 3900-ə qalxdığımıza görə nə qədər daimi qar və buzlaqlarımız əriyiblər. Çoxlu çaylarımız var. Məsələn, Şimal-Şərq regionumuzda Quba Xaçmaz zonasında onlar əsasən buzla qidalanırlar. Onların qidalanmasında o çayların böyük rolu var. Deməli, buzlaqların. O buzlaqlar da ki, olanda yayda su bol olurdu. İndi orada böyük problemlər yaşanır. Sonra dağların yuxarısına qalxanda həmişə deyirdik ki, orada dəmiyə keçirliyi izah eləməyə ehtiyacım suvarmasız əkinçilik. Bizdə yalnız dəmiyə əkinçiliyi mümkün idi dağlarda. Hardakı yağıntılar kifayət qədər düşür, torpaq məhsuldardır. İndi elə olub ki, o bəzi yuxarı hissələrdə dəmiyə əkinçiliyinin inkişaf etdiyi yerlərdə belə suvarmaya ehtiyac var. Bax, son məlumatlara görə 200-500 metrə hündürlüyündə aşağıda yağıntıların miqdarı çox azalır. Bizdə də əkində ən çox istifadə edilən ərazilər bax, düzənlik ərazilərdir. Əlbəttə, bütün bunlar nəzərə alınmalıdır. Bunlar yeni suvarma texnologiyaları qəbul olunmalıdır. Yenə də o damcı. Yəni, onun çoxlu bir işçi qüvvəsi ya da ki, böyük texnika lazımdır. Bitkinin kök sistemini. Biri var, uzunluğuna ləklər arası suluyurduq. Nə qədər oldu? Məsələn, su gedirdi, canına çəkirdi. İndi böyük su itkisi gedirdi. İndi isə damcı. O bitkinin birbaşa kök sisteminə damcılar vasitəsilə qida verirlər. Üstün cəhətləri var məsələn. Həm su itki olmur, həm yanında alaq otları bitmirlər. Yəni təkcə o bizə lazım olan mədəni bitkini məsələn yetişdirə bilirlər. Bunlar böyük üsullardır. Ancaq hal-hazırda yenə deyirəm, bunların yerinə yetirilməsi çox çətindir. Üstün cəhət yox, uyğunlaşma məsələn deyirsiniz də, iqlim dəyişir. Hər halda biz ona uyğunlaşmalıyıq. Görürsünüz, dağların yuxarısına qalxanda da temperatur biraz yuxarı olur. O temperatur cəminə əlaqədar orada biraz isti sevən bitkiləri də əkmək mümkündür. Əkin sahələrini yuxarıya qədər genişləndirmək mümkündür. Deyəcəm ki, gəlin suya az tələbatı olan bitki əkək, ancaq o da ki, mümkün deyil. Nə üçün mümkün deyil? Bizim Azərbaycanın ən strateji məhsullarından, bitkilərindən biri pambıqdır. Bütün Aran rayonlarının hamısı başdan başa pambıq da dəfələrlə suvarma tələb edir. Ən böyük problemlərdən biri, gücümüz çatan bir problemdir, kanallarımızı bərpa eləmək. Bizim kanalların əksəriyyəti torpaq bəndlidir. Torpaq kanallardır.
dəmir beton örtüyü demək olar ki, yoxdur. Onların hamısını yenidən betonlaşdırmaq lazımdır. Böyük su itkisini bax onlar verir, süzülür gedir. Yəni kənd təsərrüfatı ilə bağlı biz yeni texnologiyalar əlbəttə istifadə, yeni bitkilər eləyə bilərik. Məhsuldarlığı artırmaq üçün başqa üsullardan, ziyanvericilərə qarşı mübarizə bütün elə o da var. İqlim dəyişməsində elə ziyanvericilər əmələ gəlir ki, halbuki vaxtilə heç yox idi. Meyvəsilikdə də ola bilər, tərəvəsilikdə də ola bilər, elə qağıdalda da ola bilər. Bunun məhsullarını artırmaq üçün məsələn gəmiricilər, sıçanlar tarlalara çox böyük zərər verirlər və bu sırf quraqlıqla bağlı olan bir məsələdir ki, onlar bilirsiniz də torpağın altında özlərinə yuva qurub yaşayırlar orada. Tunel şəklində. Və quraqlıq olanda onlar üçün çox rahatdır torpağın altında yaşamaq, özləri üçün orada şərait qurmaq və daha sonra da çıxıb bütün bitkiləri məhv etmək. Amma yəni yağıntılar bol olanda onlar bunu edə bilmirlər. Və yəni əslində bir problem, bir zəncir sanki o zəncirin digərinə bir-birinə bağlıdır, əlbəttə bağlıdır. Ona görə bu iqlim dəyişmələrinə əlaqədar olaraq kənd təsərrüfatını inkişaf etdirmək üçün əlbəttə müxtəlif yollar fikirləşmək lazımdır ki, hansı yollarla biz məhsullarımızı qoruyub saxlaya bilərik, əhalinin artan tələbatını ödəyə bilərik. Bu tək bizdə bütün dünya ölkələri üçün böyük bir problemdir. Dünya o ərzaq təşkilatı var, onun qarşısında duran problemlərdən biridir ki, nə olur olsun temperaturanı 1,5-2 dərəcədən qalxmağa qoymamaq. Çünki yoxsa nə qədər biomüxtəliflik, nə qədər bioloji aləmdə məsələn məhv olan bitkilər ola bilər və s. Bunların hamısı nəzərə alınmalıdır. Mütləq nəzərə alınmalıdır. Və üstəlik daimi buzlaqlar əriyir, Həsən müəllim. Oradan da indiyə qədər məlum olmayan o qədər mikroorqanizm, yəni aşkara çıxır. Nə bilim orada məsələn zərərli materialların, metalların hətta üzə çıxması problemi də var. Radioaktiv materialların belə deyim. Ona görə də yəni bütün bunlar qlobal problemdir. Bütün dünya boyunca mübarizə var. Təkcə yəni Azərbaycanda məsələn bu yay quraq keçdi, bu payız quraq keçdi məsələsi deyil. Bu yəni Azərbaycan da bütün dünyanın bir hissəsidir, məlum məsələdir və Avropada olan hansısa bir iqlim dəyişikliyi bizə də mütləq öz təsirini göstərəcək. Mütləq, əlbəttə mütləq. Məsələn o dediyiniz şey təkcə o daimi donuşluq var yuxarı hissələrdə. Rusiyanın yuxarı hissəsi qütb rayonlarına yaxın tundra zonası vardı. Orada bəli. Ora əriyir. Ərimək cəmaətləri əriyir. Ərimək tək o deyil. O əriyəndə yumşalır üst tərəfi. Orada çürümə prosesi başlayır getməyə. Qabaqlar daimi donuşluq idi. Çürümə olanda metan qazlarının miqdarı artır. Bax o tundranın ən qorxulu bir hissəsi atmosferə atılan karbon qazlarının miqdarının çoxalmasıdır. Bunun özü də temperaturun artmasına gətirib çıxara bilər. Hamısı bir-birindən, siz demişəm, bir-birindən sıx bağlıdır. Bir-birinə bu eləyəndə o nəyə gətirib çıxarda bilər. İndi Antarktidənin buzlaqları əriyir, Arktiki buzlaqları əriyir. Çox şeylər olur. Hələ onları modelləşdirmək olmur, mümkün olmur. Çətin söhbətdir. Bu nəyə gətirib çıxarda bilər? Bir dənə şey adi deyim. Bu Arktik zonada çox böyük sahə buzdan azad olur. Buzdan azad olanda birisi suyun istilik tutumu, buzun istilik tutumu çoxdur dəfələrlə. Su yaxşı qızır, hava yaxşı buxarlanır. O buxarla doymuş hava cənuba doğru hərəkət edir. Lazımi yerə çatmır vaxtla çatacağı. Elə çatmamış Şimali Avropa ölkələrində nəhəng daşqınlara gətirib çıxardır. 1-2 il bundan qabaq Almaniya, Belçika, bütün İtaliya qədər vurdu çıxdı. Çox güclü bir siklon baş verdi. Nə qədər dağıntı oldu, nə qədər insan ev eşiyini itirdi, həlak olanlar oldu. Yəni bir-birindən bağlıdır. Yəni əritməyə nə var ki? Süni sürədə də biz ərdə bilərik bu dəqiqə. Ancaq hansı nəticəyə gətirib çıxardır? Çünki təbiət bir kompleksdir. Birini dəyişəndə o biriləri də arxasından dəyişir. Buna bizdə elmdə bütövlük qanunları deyirlər. Hamısı bir-birinə sıx surətdə bağlı. Birini dəyişəndə o biriləri də dəyişir. Və küləklərdən danışmaq istəyirəm məsələn. Buyurun. Bax, Abşeron yarımadasının özünə məxsus şimal və cənub küləkləri var, Xəzri gila var və belə bir klassik ifadə var ki, Bakıda qışına vaxt gəlir, Xəzri əsəndi. Uzun müddət ki, demək olar bütün noyabr ayı ərzində biz Xəzri güclü şimal küləyini, yəni soyuq küləyi hiss etməmişik. Və indi yaxın günlərə proqnozlaşdırılıb sabah və həftənin 3-cü günə ki, saniyədə 50 metrdən çox əsən şimal küləyi gözlənilir. İndi bilmirəm olacaq yoxsa yox, proqnoz ehtimaldır. 50 metr dedilər orada. Bəli. 50-57 metrlik. Hətta yəni belə deyim də smartfonlar da elə göstərir, bilmirəm. Amma nəyə görə bax birdən-birə bu cür uzun fasilədən sonra cənub küləklərinin, cənubdan gələn o hava kütlələrinin üstünlüyü təşkil etməsindən sonra birdən-birə şimaldan soyuq küləklər, soyuq külək kütləsi gəlir və mən nəyə fikir vermişəm? Məsələn, mən bilmirəm, bu da iqlim dəyişməsinə bağlıdır, yəni ilə bağlıdır. Əvvəllər əgər Bakıda Xəzri əsirdisə, bu 3-4 gün, bəzən 1 həftə davam edirdi. İndi isə sutkanın müəyyən saatları çox güclü küləyə əsir və daha sonra o külək birdən-birə elə yatır ki, elə bil ümumiyyətlə bayaqdan bəri külək olmayıb. Bu nə ilə, yəni hava axınlarının özünü belə aparması nə ilə bağlıdır?
Əvvəllər bax o 3 günlük, 4 günlük onlar bizdə sinoptik proseslər deyirlər. Onlar adətən 3 gün, 4 gün davam edirlər. Görürsüz birdən qar yağımı. Qar yağışı, yəni nə? Qar yağışı. Qar yağışı. Ruslar həmişə snikopat deyirlər. İndi termini tapa bilmədim. Deməli bu qar yağışı əlbəttə. Bunlar gəlirdilər 3 gün. O Azərbaycanın Türkiyə ərazisindən gəlir, Ermənistandan keçir Azərbaycana, o cənub-qərb siklonlardır. Proses 3 gün davam edir. 3 gündən sonra yenidən hava dəyişir və s. Görürsüz qabaqlar da var idi. Şimal küləyi, cənub küləyi əsirdi 2 gün, 3 gün cənub küləyi mütləq əvəz olunmalıdır şimal küləyindən. Cənub küləyi olanda insanların o təcili yardım azada zəng, oksigeni çatmayanlar və s. zəng elədilər. Arxasından şimal küləyi gəlirdi. İndi küləyin özünü belə aparması qonşu ərazilər arasında təzyiq fərqindən asılıdır. O da ki, axtarsaq, lap dərinə getsək, iqlimdə baş verən, ərazilərin qızmasındakı baş verən dəyişkənliklərlə bağlıdır. Təzyiq fərqi olmayanda külək dayandı. Bir də gördünüz, yerində nəyə görürsə, 2 dənə ərazi arasında böyük təzyiq yarandı və güclü küləklər başladı. Küləklərin yaranmasının ən birinci səbəbi təzyiq fərqidir. Təzyiqlərin yaranması səbəbi yerin qeyri-bərabər qızmasıdır. Qonşu ərazilərdən bizim aramızda fərq olmayanda sakitlik görürsün, neçə gündür sakit oldu. İlində 1-2 gündür sakit olur. Siz deyən kimi o gün görürüm ki, bir gündə 2-3 dəfə küləyin istiqaməti dəyişdi, gücü dəyişdi. Bunların hamısı təzyiq fərqindən asılı olan bir şeylərdir. Yəni sırf iqlim dəyişmələrlə bağlamaq biraz düzgün deyil. Yəni atmosferdə olan vəziyyət. Vəziyyəti bilinmir, onu da proqnoz etmək çox çətin bir şeydir. Çox çətin bir şeydir. Bakıda elə şəhərdir ki, bayaq siz də qeyd etdiniz, mürəkkəb relyefə sahibdir, amfiteatr şəklindədir. Bəli. Şəhərin hündür nöqtələri var, belə deyim də, o qədər də hündürdə yerləşməyən nöqtələri var və avtomobillərin sayı da çoxdur, havadakı dəmqazın miqdarı çoxdur. Külək olmayanda, düzdür, biz çox vaxt Bakının küləyindən deyinirik, amma deyinməmək lazım. Çünki Bakıda havanı təmiz saxlayan nə qədər təəccüblü səslənsə də, nə qədər toz-tozanaq olsa da küləkdir. Fikir vermisinizsə, Bakıda külək olmayanda siz nəfəs ala bilmirsiniz. Çünki dənizdən, Xəzər dənizindən gələn rütubətli hava, üstəlik yəni bu atmosferə atılan bu zərərli qazların miqdarı nəfəs almaq qeyri-mümkün. Onlar elə bir reaksiya girirlər. Ona görə də külək olsun Həsən müəllim, amma belə çox güclü küləklər olmasın, yəni qasırğa səviyyəsinə çatan küləklər olmasın. Mən istəmədim amma özdən danışam, siz gətirdiniz Bakının relyefinə dediniz. Bəli. Bakının relyefi mürəkkəbləşdirən problemlərdən biri də son zamanlarda, qabaqlar amfiteatr idi. İndi heç amfiteatr demək mümkün deyil. Nə üçün? Göydələnlərin sayının artması. Fikir verin, Bakının ətrafındakı olan bütün o kəndlər var. Hamısında yağıntının miqdarı eyni ki qalır. Şəhərin özündə yağıntının miqdarı xeyli artıb. Bunların səbəblərindən biri Bakının mikro relyefinin dəyişməsi. Özdə qəribə bir şey olub, Həsən müəllim, sözünüzü kəsirəm, yağıntı miqdarı demişkən. Məsələn, əvvəl mən belə şey xatırlamıram. Əvvəl dediyim də, yəni 50 il, 60 il bunun əvvəl deyil. 10-15 il bunun əvvəl tanıram. Tutaq ki, danışıram. Bakının rayonları var da, Nərimanov rayonu, Nəsim rayonu, Yasamal rayonu. Əvvəl məsələn Yasamal rayonu nisbətən hündürdə yerləşdiyindən mən Bakı Dövlət Universitetində təhsil almışam da və orada Bakı Dövlət Universitetində dərsdən çıxırdım, gördüm sulu qar yağır, artıq qara keçməyə çalışır. Nərimanova gəlirdim ki, Nərimanovda gün çıxıb, bu təbii bir şey idi. İndi isə Nərimanova çox güclü məsələn yağış yağır və gəlirsən ki, Səbail rayonunda ümumiyyətlə gün çıxıb, günəş parlayır. Niyə belə olur? O aydın, o buludların strukturundan, quruluşundan asılıdır. Ona topa yağış buludları deyirik. Onların içində deməli bulud nüvələr var. Yəni elmi dilindən, yəni ən çox biz istifadə edirdik o birilərinin sözlərindən. Məsələn, ona deyirlər, yaçeykalar deyirlər. Yəni nüvələrdirlər. O nüvələr, görürsünüzmü? Buradan siz Mərdəkana gedənə qədər görürsünüz, yolda yağış var, yağış yoxdur, yağış var, onlar zolaq-zolaq düşürlər. Hətta uzaq yola gedəndə baxırsınız ki, filan yerdə yer yaşdır, filan yer qupqurudur. Bu buludun strukturundan, quruluşundan asılıdır. Bax, orada bulud nüvələr var, yaçeykalar. O yaçeyka olan yerlərdə yağıntılar çox yağırlar. Ondan asılıdır əlbəttə. Bir də ki, şəhərin içinə əlbəttə gələndə temperatur 1 dərəcə artır. Elə ki, Yasamal dağlarına qalxırsınız, orada temperatur aşağı düşür. Düzənlik olduğu üçün şəhərin mərkəzi. Bəli, şəhərin həm düzənlik, həm yaşayış məskənləri, kanalizasiya sistemləri keçir, yerin altından istilik gəlir, nəqliyyatın özüdür. Bütün bunların hamısı şəhərin içərisində düzənlik olan yerlə kənar arasında heç olmasa 1 dərəcə fərq edir. Görürsünüzmü, burada baxırsınız, müsbət 1-dir, qar əriyir. Qalxırsınız yuxarı, görürsünüz 0-a düşdü. O bizim o Patandar tərəfə qalxan tərəflərdə baxırsınız ki, orada o qar yerdə qalır. Çünki temperatur əlbəttə şəhərin özü temperatura böyük təsir göstərir. Küləyin özünə təsir göstərir. Bəli, küləkdən danışırdıq. Yasamal.
şəhərin özündə külək yoxdur, ancaq Yasamalda daim azca da olsa meh olur. Səbəb o Yasamal dağlarının yamaçlarıyla dərənin qızmasındakı fərqlərdilər. Ona dağ-dərə küləkləri biz deyirik. Azca qara çuxur. Məsələn, günəşli tərəf gedəndə orada dağ-dərə var. Həmişə gedəndə orada azca da olsa meh əsir. Gündüzlər deməli dağın yamacından dərəyə, axşamlar isə dərədən gündüzə doğru deməli küləklər. Buna dağ-dərə küləkləri deyilir. Bunlar var. Küləyin istiqaməti, əlbəttə bütün küləyin istiqaməti Bakı şəhərində orta illik sürət xeyli azalıb. Yəni əgər bir yerdə orta illik sürət 4,5 metrdən çoxlandı, orada külək elektrik stansiyalarını yaratmaq daha məqsədə uyğundur. Ancaq bir ara o 90-cı illərin başlandı küləklərin sürəti tamamilə azaldı demək olar ki. Ancaq boyda bizim stansiyalarımız qurulub. İndi yox, indi yenə baxırlar, yenidən bərpa olunub. O küləklər var. Əlbəttə ola bizim bu yaxın zamanlarda yox idi. Qabaqlar bu il oldu, yay aylarında çox oldu. Çox güclü küləklər oldu. İyul-avqust aylarında. Bəli. Bakı ordu deyirik biz ona. Məsələn, Bakı Xəzri deyirik. Güclü küləkdir. Əlbəttə o şimaldan gələn hava kütlələrlə bağlı olan bir küləkdir. Kilavar da ikinci təkrarlanmasına malik olan küləkdir. İstidir. Cənubdan, cənub-şərqdən əsir. İsti o gələndə boğanaq olur. Ancaq şimaldan gələndə havanın temperaturu aşağı düşür. Özünlə yağıntı gətirir və s. Bunlar da sirkulyasiya ilə bağlıdır. Ancaq istiqamətlərində iqlim dəyişmələrlə bağlı müəyyən dəyişkənliklər var. Məsələn, qabaqlar şimal-qərb daha çox olurdu. İndi şərq istiqamətə meyl etmə şimal-şərq, bəli. Cənub-qərb və şimal-şərq həmişə belə deyilir. Bunların biraz təkrarlanmasında, yəni bunlar hamısı barik sistemlər deyirik, təzyiq sistemləri deyirik. Atmosferin yuxarı hissəsində bax onların vəziyyətində, strukturunda baş verən dəyişkənliklərlə bağlıdır. Yəni elə bir şeylər ki, biz buna gündəlik həyatımızda fikir vermirik və deyirik məsələn özümüzü narahat hiss edirik, meteo həssas insanlar deyirlər. Bunlar hamısı bir-birinə bağlı məsələlər. Daxil insan da təbiətin bir hissəsidir. Əlbəttə. Və özdə yəni Bakıda son vaxtlar güclü küləklər əsir. Bəzən belə bir fikir var da, göydələnlərə görə biraz küləyin istiqamətində dəyişiklik var, amma əsrin əvvəllərində Bakıda çəkilmiş xronikaya baxsaz, görərsiniz ki, çox güclü küləkləri o videolarda müşahidə etmək olar. Hətta dəniz sahili boyunca kəndir çəkilib ki, insanlar dənizə düşməsinlər. Bakı həmişə küləklər şəhəri olub. Adı da elə, yəni təsadüfi seçilməyib. Yox, əlbəttə. Həm də ki, Bakıda ən güclü külək əsən sizin studiyonuz yerləşdiyi küncü idi. Bax, budur buradaca. İki küçənin arasından çıxmaq qeyri-mümkün idi. O qədər güclü külək əsirdi. O iki küçənin, ensi küçənin arasında küləyin sürəti bir qədər artır axı. Çıxmaq mümkün olmurdu. Yadmışıq, qoca nənələr vardı, onlar tutur, külək aparıb eləməsin, saxlayırdı o vaxtlar. Yox, külək maraqlıdır, külək bizim Azərbaycanda, yəni hər yerində var. Bizdə məsələn, bütün dəniz sahil ərazilərdə güclü külək olmasa da, məsələn, orada brizlər olur. Onlar da saf səhər tezdən bağlara getməsi görürsünüz, dənizdən meh əsir. Meh deyirlər. Bəli, o mehlər briz küləklərdir. Onlarımız var, dağlar, dağ-dərə var. İlin soyuq dövründə Quba zonasında bir də görürsünüz ki, dağdan düzənliyə əsən isti küləklər var. Azərbaycan küləklər var. Sual da məşə verir, Azərbaycan nə üçün yerli küləklər daha çox rast gəlinir? Çünki ərazimizin relyefinin mürəkkəb olması, mürəkkəb olma təzyiq paylanmasını mürəkkəbləşdirir, müxtəlif eləyir. Ona görə də hava daim hərəkətdə olur, bəli. Həsən müəllim, və dəniz demişkən, Xəzər dənizinin problemi bilirsiniz də. Son vaxtlar, son illər çox danışılan məsələdir. Xəzərin səviyyəsi sürətlə enir. Bu məsələ hətta ən qlobal tribunalardan belə səsləndirilib və çox vaxt buna həddindən artıq böyük bir iqlim problemi kimi yanaşırlar. Bəzi fikirlər də səsləndirilir ki, Xəzər dənizində həmişə belə geri çəkilmələr və yenidən yüksəlmələr olub. Siz necə yanaşırsınız bu məsələyə? Mən də ona görə fikirləşirəm ki, bizdən kənarda yaşayan Avropalılar Azərbaycanın dənizi haqqında, Xəzər dənizi Azərbaycan üçün həyat deməkdir. Xəzərin Azərbaycanın hər bir şey üçün böyük əhəmiyyəti var. Elə aşağı nəqliyyatdan düşmür ki, onun balıqçılığı, nefti, qazı, hər şeyi, gözəlliyi qırağında biz kurort təsərrüfatı yarada bilərik, gözəl qumu var və s. var. Bizim üçün Xəzər hər şey deməkdir. Deyir 18 metr aşağı düşəcək, Xəzər quruyacaq, Xəzər Aralın gününə düşəcək, xeyr, elə şey olmayacaq. Elmi araşdırmalar biz aparmışıq. Əlbəttə 77-ci ildə ən aşağı səviyyə düşmüşdü. Sonra 95-ci ilə qədər təzən səviyyə qalxdı. Səviyyə qalxansa yenidən aşağı düşdü. Yəni Xəzərin səviyyəsinin tərəddüd etməsi bu təbii bir haldır. İndi biraz düşür, insanlarda məlumat çoxdur. İndi 77-ci ildə olduğundan o səviyyəyə yaxınlaşır, o kritik səviyyəyə, yoxsa hələ var? Hələ yox. 77-ci ildə neçə? Hardasa deməli 29, 1 metrə yarım, 2 metrə qədər aşağıdır. Deməli düz mənfi 29 tam nə qədər olmuşdu o vaxtda, ən aşağı səviyyə düşmüşdü. İndi hal-hazırda 1 metrəyə qədər səviyyə aşağı düşüb.
orta hesabla hər il 10-12 sm aşağı düşür. Yəni apardığımız tədqiqatları demək istəyirəm. Heyf ki, apardığımız tədqiqatları çox yayılmır. Ancaq dediyimiz tədqiqatları, aldığımız nəticələri baxıram, görürəm ki, Qazaxıstan alimləri üzrə təsdiqləyirlər. Xəzərdə ən böyük problem səviyyənin qalxmasının ən vacib səbəbi, ən birinci amili onu qidalandıran Volqa çayıdır. Yəni ona daxil olan su balansına götürürükdə biz 82% Xəzərin qidasını verən Volqa çayıdır. Volqa çayının hövzəsində isə tək bizim sözümüzdə bütün Rusiyanın alimləri hamısı təsdiqləyir. Volqa çayı hövzəsində yağıntıların miqdarı azalır. Onlar bunu deyir, kifayətlənirlər və deyirlər ki, bu elə Xəzərin səviyyəsinin aşağı düşməsinə gətirib çıxarır. Ancaq biz daha dərinə getdik. Biz baxırıq, nə üçün Volqa çayı hövzəsində yağıntıların miqdarı azalır? Niyə Volqanın səviyyəsi aşağı düşür? Onların səbəblərini həmin o sirkulyasiya prosesləri ilə bağlamışıq. Volqaya gələn və yağıntı gətirən Atlantik okeanından gələn hava kütlələridir. Bizdə elmdə ona W deyirlər, V prosesi deyirik biz ona. Qərbdən gələn 3 dənə hava kütləsindən biri odur. O hal-hazırda demək olar ki, öz fəaliyyətini dayandırmayıb. Demək olar ki, geriliyib təkrarlamasına görə. Dediyim, meridional proseslər çoxdur. Y prosesi var, bir də S prosesləri var. Onlar bu dəqiqə üstün təkrarlanırlar və onun üstün təkrarlanması bütün Azərbaycanın təbii fəlakətləri və s. artmasına gətirib çıxardır. Lakin həmin proseslər, meridional proseslər şimaldan, qərbdən gələn hava kütlələrinin qarşısını alır. İmkan vermir ki, o hava kütlələri gəlsin, Volqa hövzəsinə çatsın. Ən çox yağıntını o proseslər gətirirlər. Ona görə biz əlaqələndirmişik, həmin proseslərin təkrarlamasına, Xəzərin səviyyəsini yoxlamışıq və aldığımız nəticələr göstər. Bir də nə deyim, çox gözəl də nəticə almışıq. İndi Allah eləsin, düz olsun. İndi görə biz o günləri görəcək, görməyəcək. Mən özümü deyirəm, məsələn, 2052-ci ilə qədər Xəzərdə, yəni növbəti 25 il ərzində Xəzərdə səviyyənin düşməsi davam edəcək əlbəttə. İldə 10-12 sm götürsək, hardasa bir 4 metrə qədər səviyyə aşağı düşə bilər. Əlbəttə bu problemlər yarada bilər, ancaq daha dünyanın axırı deyil. Bizim Xəzərimizə nöqtə qoya bilməzlər, mümkün deyil. Ancaq 2052-dən həmin o V proseslərinin, ona biz sirkulyasiya epoxaları deyirik, həmin epoxalar qabaqcadan müəyyən olunub. O epoxada deməli, V proseslərinin təkrarlaması güclənəcək və Volqa çayı hövzəsində tökülən yağıntıların miqdarı çox olacaq. Volqadakı səviyyəsi artan kimi Xəzərin səviyyəsinin artmasına əlbəttə gətirib çıxardacaqdır. Yəni, mən buna belə yanaşıram, əlbəttə. Qazaxıstan alimləri, bu yaxınlarda baxıram, Qazaxıstan alimlərinin qərarları növbəti 25 il səviyyənin aşağı düşməsi müşahidə olunacaq, sonra qalxma ola bilər. Biz onu 2-3 il bundan qabaq apardığımız tədqiqatlarla yoxlamışıq, təsdiqləmişik. Allah eləsin, düz çıxsın. Xəzər bizim üçün hər şey deməkdir. Xəzəri qorumaq lazımdır əlbəttə. Amma ki, yəni yenə deyək, Aral dənizinin taleyi gözləmir. Xəzər dənizi bundan arxayın ola bilərsiniz. Əlbəttə. Bu təbiətdə baş verən proses həmişə Xəzərdə elə bir nəfəs alır. Deməli, nəfəs alır, nəfəs verir. Yəni buna Xəzərin səviyyəsi ya qalxır, ya düşür. Əlbəttə burada iqlim amillərlə yanaşı bizim hörmətli, çox görkəmli bir alimimiz var idi. Ənvər Şıxlınski. Ənvər Şıxlınskinin o vaxt işlətdiyi bir o Xəzərlə çox məşğul olub, özü iqliminlə məşğul olub. O deyirdi, heç vaxt tektonik prosesləri iqlimdən ayırmaq lazım deyil. Əlbəttə, iqlim prosesləri üstün olsa da, onun yanında mütləq tektonik proseslər. Çünki Xəzərin dibindən Böyük Qafqazın davamı gedir. Orada qalxmalar müşahidə olunur. Həmin qalxmalar Xəzər səviyyəsinin qalxmasına gətirib çıxara bilər. Ancaq ən əsas əlimizdə olan faktlar, üzdə olan faktlardır, iqlim faktlardır. Biz də onları müqayisə edirik və Xəzərin gələcəyinin yaxşı olmağını gözləyirik. Əla. Yaxşı olacaq. Həsən müəllim, mən sizə təşəkkür bildirirəm və verilişimizin ənənəvi sualı var, o sualı da sizə ünvanlamaq istəyirəm. Əgər zaman maşını ixtira olunsaydı, siz hansı dövrə səyahəti seçərdiniz? Keçmişə gedərdiniz, indiki zamanda qalardınız, yoxsa gələcək sizə daha maraqlıdır? İndikini təbii cavab verim də. Bəli. Təbii. Bəli. Əlavə eləmədən. İndiki dövrünə görə məsələn istəyərəm ki, uşaqlarımız böyüyür, evdəkilər və s. gələcək gözəldir və s. Köhnə dövrə nə üçün qayıtmaq istəyirdi? İnsan itirdiklərini xatırlayır. Həmişə dəfələrlə xatırlayırsan onları, onlarla keçirdiyin günləri xatırlayırsan. Mənə elə gəlir ki, hər bir zaman yaxşıdır. İnsan xatirələrlə yaşayır onsuz da. Xatirə var, ancaq gələcəyə ümidimizi qırmalı deyil. Əlbəttə, özümüz gələcəyə doğru baxmalıdır. Azərbaycan özü gözəl gələcək gözləyir. Doğrudan da gözəl gələcək. Mən həmişə deyirəm, bizim ölkəmizin gələcəyi çox gözəl olacaq. Müəyyən çətinlər də o çətinlərin ən birini icazə versəz deyərəm, biz onu əldə elədik. Bizim bax, cənab prezidentimizin
belə ali başkanı rəhbərliyi altında Azərbaycanın milli ordusu, şanlı ordusu öz torpaqlarımızı azad elədi. Qarabağ bizimdir. Torpaqlar bizimdir. Görün nələr gözləyir gələcəkdə Azərbaycanı. Ən gözəl köşələr, heç Avropanın İsveçrəsi deyirik, Kəlbəzəri və s. Şuşasını, Xankəndini biz əldə eləmişik. Allah qoysa hər şey yaxşı olacaq. Ümid eləyək ki, gələcəyimiz lap gözəl olacaq. Mən inanıram. Əla. Çox sağ olun. Təşəkkür edirəm sizə. Həsən müəllim, belə optimist yanaşdığınıza görə həm iqlim məsələlərinə, həm bizə sözün əsl mənasında ümid verdiniz bu iqlim dəyişikliklərlə bağlı. Çünki bəzən o qədər belə pessimist proqnozlar verirlər ki, işdən xəbəri olmayanlar, konspiroloqlar, müxtəlif nəzəriyyələr irəli sürürlər, amma bu işin mütəxəssisindən, alimdən belə optimist proqnozlar eşitmək sözün əsl mənasında yəni xoş oldu. Minnətdaram sizə. Çox sağ olun. Çox sağ olun. Mən də minnətdaram dəvət etməyinizə görə əlavə bir daha minnətdarlığımı bildirirəm. Çox sağ olun ki, çağırmısınız. Minnətdaram. Əziz dinləyicilərimiz, Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, aqroiqlimşünas Həsən Nəbiyev bugün zaman maşınında mənimlə həmsöhbət idi. Hər birinizə uğurlar. Əsas məsələ özünüzə və planetə yaxşı baxın. Birazdan qayıdırıq.